formatda artıq 3 dəfə görüşlər olmuşdu. Birinci görüş Rusiya Federasiyasında, daha sonra İran İslam Respublikasında və 2024-cü ildə Türkiyə Respublikasında belə bir görüşlər baş tutmuşdur. Mən onu da qeyd edə bilərəm ki, 2024-cü ilin oktyabr ayında İstanbulda görüş keçirilən zaman, görüşün sonunda Azərbaycan tərəfi növbəti görüşün Azərbaycanda keçirilməsini təklif etmişdir. Və biz bildirmişdik ki, növbəti görüş Azərbaycanda keçirilməklə, daha sonra isə biz də öz növbəmizdə Ermənistanda görüşün keçirilməsini yəni razılıq verəcəyik. Və biz hətta növbəti görüşün keçirilməsi yerini həmin o görüşün protokoluna salınmasını da təklif edirdik. Əfsuslar olsun ki, həmin zaman belə bir razılıq əldə olunmadı. Ermənistan tərəfi 2024-cü ildə bu ardıcılığa öz razılığını bildirmədi. Hesab edirik ki, bugün fərqli bir mühit mövcuddur. Artıq Ermənistan və Azərbaycan nümayəndə heyətləri bir-birinin ərazilərində, görüşlərdə iştirak edirlər. Bilirsiniz ki, bu yaxınlarda Ermənistan Baş Nazirinin müavini rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ şəhərində gəlmişdi və orada iki ölkənin baş nazirlərinin, müavinlərinin rəhbərliyi ilə delimitasiya üzrə hökumətlərarası komissiyanın iclası baş vermişdi. Bütün bunları və digər faktorları nəzərə alaraq biz hesab edirik ki, hazırki məqamda Ermənistan tərəfindən də Azərbaycanın 2024-cü ildə səsləndirdiyi təklifə imtina etməyə əsası yoxdur. Ən azından biz bu məntiqi görmürük. Bizim təklifimiz qüvvədədir. Ancaq bunu deməklə yanaşı, mən o cümlədən bir dəqiqləşməni də qeyd etmək istərdim ki, bəzi həmkarlarda belə bir fikir formalaşır ki, görüşün əsas məqsədi Ermənistan-Azərbaycan mövzusu ilə bağlıdır. Bu belə deyil. Bu ümumi regional bir formatdır və burada formatda iştirak edən bütün dövlətlərə aid olan müxtəlif mövzular, müxtəlif layihələr, kimisə narahat edən məqamlar varsa, onlar orada səsləndirilməlidir və hər tərəfli müzakirədən keçməlidir.